Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Yuxarı Qiyamədinli kəndində sakinlərlə növbəti səyyar qəbul görüş keçirib. Hüquq mühafizə orqanlarının, digər idarə və müəssisələrin rəhbərlərinin, eləcə də yerli media nümayəndələrinin iştirak etdiyi görüşdə öncə rayon rəhbəri çıxış edib. O, işğaldan azad olunmuş ərazilərdə aparılan işlərdən, bununla yanaşı digər bölgələrdə də problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, kənddə mövcud olan çətinliklərin öyrənilməsi məqsədi ilə keçirilən səyyar görüşün əhəmiyyətindən söz açıb. Sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər qəbulda əsasən arteziyan quyularının bərpası, bəzi quyulardan texniki səbəblərdən istifadənin mümkünsüzlüyü, kənd yollarının təmiri, həmçinin abunə borcuna görə fərdi yaşayış evinə qaz verilişinin dayandırılması məsələlərini qaldırıblar. Bundan əlavə, fermalarda elektrik enerjisindən qanunsuz istifadənin qarşısı alınarkən digər vətəndaşın zərər çəkməsi halları da müzakirə mövzusu olub. Rafil Hüseynov sakinlərin problemlərini diqqətlə dinləyərək qaldırılan məsələlərin bir qisminin operativ şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. İcra başçısı həmçinin bəzi çətinliklərin birbaşa vətəndaşların hüquqi və sosial məsuliyyəti ilə bağlı olduğunu qeyd edərək, bu problemlərin qanunvericilik çərçivəsində aradan qaldırılması yollarını sakinlərə izah edib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.